Deməli, indi Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. Amin. Artıq İsa'dayıqsa biz, Adəmdə yox, İsa'dayıqsa məhkumluq yoxdur. Mən o insanlara demirəm ki, dünyada yaşadığı kimi gəlib indi də məbəddə, imanda da elə yaşayır. Mən o insanlara demirəm ki, düşmənçilik aparırdı. Yenə də düşmənçilik indi aparır. Nifrəti yenə də aparır, davam edir. Mən o insanlara demirəm. O insanların həyatında yenilik yoxdur. Yeni həyat yaranmayıb o insanların həyatında. Onlar hələ də Adəmdədir. Mən o şəxslərdən danışıram ki, onlar bir səhv etsə də belə onların vicdanı onları mühakimə edir. Onlar özlərində rahatlıq tapmırlar. Onlar gecə-gündüz yalvarırlar ki, Allah onları bağışlasın, rəhm etsin. Mən o insanlardan danışıram ki, onlarda ikinci təbiət yaranıb. Bu ruhani təbiətdir. Rəbb sizə xeyir dua versin, yardım etsin. Allaha məqbul olaq. Yardım etsin ki, onun bizə etdiyi bu xeyirxahlığı dərk edək və ona lazım olan izzəti verək.